qrupunu alqışlayaq. Çox sağ olun, axşamınız xeyir və hamının axşamı xeyirli olsun. Ekran qarşısında əyləşən bütün tamaşaçıları buradan salamlayıram. Hamının günü xoş olsun. Hamının bu 2 saat vaxtı güləriz keçsin, pozitiv keçsin. Enerjimizi ötürək, gözəl 2 saat vaxtımızı keçirək. Sonra da ki, Allah yetirəcək sonraki vaxtımızı da. Hə, bugün elə bir insan bura gələcək ki, çoxdandır bu xanım ümumiyyətlə Azərbaycana gəlmir, Bakıda yoxdur, bilmirəm bizi unudub, bilmirəm küsüb bizdən, nədirsə, hər bir şeyi danışacaq. O gücür qız yola vermişdik də, salmışdıq Türkiyəyə, totuş-motuş, arıqlayıb üstümüzə gəlib, kişi yaxşı baxmır ona, bilmirəm niyə, o barədə də danışacağıq. Söhbət kimdən gedir? Gəlin anonslara baxaq, indi biləcəksiniz. İradə İbrahimova uzun fasilədən sonra ilk dəfə gündəlikdə. O, vətənə hansı yeniliklə qayıdıb? Məşhur qısa müddətdə neçə kilo verə bildi? Müğənni özəl açıqlamaları və yeni imici ilə birazdan studiyamızda. İmicdə nə imic ha? Deyirəm də bu xanım əməlli başlı dəyişirilib. Yəni necə dəyişirilibsə özü bu barədə danışacaq və xanımların diqqəti bizdə olsun. Arıqlamaq istəyən xanımlar yəqin ki, İradədən resept olacaq. Bu qədər insan arıqlayar. Gəlin qarşılayaq İradəni, İbrahimova, gəlin! İra, deməli, nəzərə alsaq ki, ekran insanı bir balaca, məni məsəl üçün bütün ekran boyu göndər. Amma sən necəsən? Sən elə necə varsan, hələ ondan da arıq düşmüsən. Bacı, bu nədir belə? Yoldaşımın adı nədir? Ceyhun. Ceyhun baxır sənə indi bu dəqiqə, bilmirəm, izləyə bilmir. Esmaruş göndərirəm ki, Ceyhun bəy, nədir bu, qızımızın, nədir bu belə? Bu niyə bugünə qoydu səni bu Ceyhun? Sənə totuş-motuş qız vermişdik. Ama Ceyhun için de aynı şeyi söylür. Bu kişiye yaxşı baxmırsan. Kişiye yaxşı baxmırsan. O da arıqlayıb çünkü. Elə mi? Ona lazım idi. Biz qərar verdik sonunda ki yemək üçün yaşamayaq, yaşamaq üçün yiyək. Yaşamaq üçün yiyək. Sən birazdan açıqlayarsan xanımları, elə mən də bəlkə bir-iki resept götürdüm. Resept yox, elə çox qısa bir, normal bir şeyi var, formulları var ki onları... Sən oxu. Məsəl üçün soğanı qızartmadan yemək bişirmək. Soğan qızartması niyə gəldi? Sən oxu, yürü çıxar. Başda oxuyum. Olmamalıydı sizlər üçün. Herkesi salamlayıram. Gözlerin anlatıyor her şeyi belli. Alelacele gitmeye hazır gibisin. Ya peki düşündüğün gibi çıkmaz ya olmazsa? Bu düş kırıklığını taşıyabilir misin? Gözünü karartmışsın, gerçekten tanıdım, sen bu değilsin. Karınca bile incitmem diyen o sen olabilir misin? Söyle, sen olabilir misin? Olmamalıydı, böyle olmamalıydı. Ayrılık bile olsa kalp kırılmamalıydı. Ah, olmamalıydı, böyle olmamalıydı.
Gözlerin anlatıyor her şeyi belli. Alelacele gitmeye hazır gibisin. Ya peki düşündüğün gibi çıkmaz ya olmazsa? Bu düş kırıklığını taşıyabilir misin? Gözünü karartmışsın, gerçekten tanıdığım sen bu değilsin. Karınca bile incitmem diyen o sen olabilir misin? Söyle sen olabilir misin? Olmamalıydı, böyle olmamalıydı. Ayrılık bile olsa kalp kırılmamalıydı. Ah, olmamalıydı, böyle olmamalıydı. Aşk kağıt gibi yırtılıp fırlatılmamalıydı. Olmamalıydı, böyle olmamalıydı. Ayrılık bile olsa kalp kırılmamalıydı. Ah, olmamalıydı, böyle olmamalıydı. Aşk kağıt gibi yırtılıp fırlatılmamalıydı. Ay bravo! Bak. Teşekkürler. Ay Çok sağ ol. maşallah. Darıxmışsın bu ses Ay için. canım, Çok darıxmışsın. Gözlerim doldu. Ay necə darıxmış çünki mən yaman. İradəni çox istəyirəm və onun Can. repertuarını bəyənirəm. Həmişə fərqlidir, fərqlidir Teşekkür həqiqətən də. ederim. Çok sağ ol. Otur, Oturun, əyləş. oturun. Makyajın da 100% Nigar eləyib. Bəli. İnstitücə. Dodaqlarının boyasından bilinir. Nigarı buradan salamlayıram. Nigulə səni İnstitücə, öpürəm çoxlu teşekkürler. çoxlu və yeri gəlmişkən artıq az qalıb. Cəmi bir aydan sonra Nigar artıq ana olacaq. Necə sevinirəm ona da. Hala olacağım. Hala. Hala olacaqsan. İradə, ümumi danış. Sən yoxsan, sən maraqlısan. Birdən getdin və birdən də gəldin. Ha, geldim. Ama geldim artık. Gəlişin- Buradayım inşallah. Yəni həmişəlik gəldi. Həmişəlik Kişilik buradayım. orada. Başa Yok, düşmədim. yok ki, Ha, orada Səndə sözlər gedeceğim. var, deyən görüm. Yok orada da varım, burada da varım ama faaliyetim için, işim için buradayım inşallah. Aha. Yəni analıq məzuniyyətindən belə çıxdın. Ay sağ ol. Hə. Bak hele diye. Buna geçen bir ad koyduk. Analıq məzuniyyətinə məzuniyyətindən son koydum. Həqiqətən də sən əsl analığı göstərdin. Can, çox Yəni sağ mənim ol. kimi 5 aylıq qoyub çıxmadın işə də və bu da var. Sən sona qədər Ama getdin. yok öyle istemiyorum deme. Eğer ben de burada yaşasaydım, İstanbul'da yaşamasaydım, Aha, yəqin ki ben bəlkə de də işimi elə koymazdım. olardı. Aha, amma Yəqin ki, bilmirəm. qızın böyüməsində, İpəyin böyüməsində ananın doğrudan da böyük rolu var. Tabii ki. Mütləq o ana Temelini tərbiyəsi koydum görməli, İpek'te. mütləq, bəli. Terbiyesidir, her şeydi. İndi artık rahatım. Aha. Yaradıcılığında bilirəm ki, yeni klip bugün təqdim Yeni etdin, klip təqdim jurnalistlərlə olundu. Bu mahnı görüşdün. Şehrazat'ın mahnısıdır. Aranjmanını Ozan Çolakoğlu eləyib bu mahnının. Aha. İnşallah bunu da klipini təqdim eləyəcəyik yaxınlarda. Əvvəlcə Sənələr mahnısında sözlərini İsra Gülümsər yazdı. Bu bir Yahudi mahnısıdır əslində. Aha. Sənələr mahnısı, onu biraz sonra oxuyacağım sizə. Və bu mahnında türkçə sözlər yazıldı. Bunu da elə ifa etdik. İriçka, sən neçə ildir artıq Türkiyədəsən? Mən hardasa 5 ildir. 5 ildir. Amma gəlin alqışlayaq. Bax, Azərbaycan dilini unutmayıb. Yəni şöyle Siz böyle bilirsiniz ki bu zaten asandır. danışmır. Çətindir mən. Tabii ki. Ailənin Ben bütün günü içində- Hə. bütün günü girirəm bizim internet səhifələrdən Azərbaycan dilində xəbərlər oxuyuram. Onları səsli oxuyuram ki, Azərbaycan dilini yadımdan Aferin çıxartmayım. sənə. Çünki doğrudan da çətindir. Ətrafımda hər kəs türklərdir. Mən bunu həmişə deyirəm. Və hər kəs Türk dilində danışır. Bəli, bəli. Ama sen ister istemez yadından çıkartabilirsen. Artık ister bir de orada öyle bir şey var ki sen böyle içinden onlara cevap vermek gelir. Yani ister istemez dersen ki bunlara cevap verim, söhbətlərinə qarışım. Türkçəni də öyrənmək istəyirsən. Əlbəttə, əlbəttə. Çox Onların çətindir. çox qəribə intonasiyaları var. Onların da Əlbəttə. yəni aferin. Ama mən sənə. yox, çalışıram. Mən dilimizi unutmaq istəmirəm. Mən dilimizi çox sevirəm. Hə.
İriçka ilə danışacağıq, amma bizim gözəl bir qonağımız var. Gəlin anonsları izləyək, indi biləcəksiniz söhbət kimlə gedir. Gəlin. Elton Hüseynəliyev nəyi özünə yaraşdırmır? O, küsülü olduğu həmkarı ilə yeni il ərəfəsində barışacaqmı? Müğənni elə indicə Mətanətin qonağı olacaq və bütün suallara cavab verəcək. Çox sağ olun. Bunlara televizor lazım imiş ki. Elton'u qarşılayırıq. Elton gəlir. Necəsən Elton? Yaxşı. Necəsən? Gördüyü hamını salamlayıram ürəkdən. Mahnı ilə başlayalım. Həsrətin əlindən məni al bu gecə, ovurma qəlbimi gizlicə, gizlicə. Bilsən ah yar səni mən necə düşünmə gerisin gözlüyüm sadəcə. Saatlar dayanır ürəyim döyünür sənlə ey yar. Gəl bu gecə qonağım ol, söhbətləşək şirin şirin. Qəm səni at kənara, sən mənimsən, mən də sənin. Gəl bu gecə qonağım ol, söhbətləşək şirin şirin. Qəm səni at kənara, sən mənimsən, mən də sənin. Həsrətin əlindən məni al bu gecə, ovurma qəlbimi gizlicə, gizlicə. Bilsən ah yar səni mən necə düşünmə gerisin gözlüyüm sadəcə. Saatlar dayanır ürəyim döyünür sənlə. Gəl bu gecə qonağım ol, söhbətləşək şirin şirin. Qəm səni at kənara, sən mənimsən, mən də sənin. Gəl bu gecə qonağım ol, söhbətləşək şirin şirin. Qəm səni at kənara, sən mənimsən, mən də sənin. Sen benimsen, ben de senin. Elton yeni mahnıdır bu. Bəli, sözləri Akşin Fatihin, musiqisi mənim. Hamı yazır. Mən Yox, də mən sadəcə yazacağam. yazır Amma gözəl deyəndə ki, yox, musiqidir, yəni yox. mən əlbəttə ki, Ürəyindən gəldi. elə bir zümzümə elədim, nəysə alında dedim şirin mahnıdır, yazdıraq. Zümzümə demədə mızıldadım Hə, denən. belə mızıldamaq mahnısıdır da bu. eləyirsən görsən Bu ki alınır. o qədər möhtəşəm mahnılar var Bəs ki, mən mən nə bəstəkar deyiləm. Sadəcə olaraq mızıldadım, yazdım. Əladır. Adamın sümüyünü oynayır. Sakladım ki
oynamayayım. İradə Sən heç xanım da çox narahat olma, şadam o da görməyə. söz Dedim, verəcəklər. yox dedim birdən grup durub oynayıram deyəcəklər hətərdi darıxıbdı. Belə əl qatıb özünə. Yox, Özümü biz zor-zor heç nə saxladım. deməyəcəyik. Saytlar yazacaq elə. Sən heç Kim nə narahat istəyir olma. yazsın, canları sağ Əyləş. olsun. Çox sağ olun. Əyləş. Salamlayıram hamını. Deməli belə İradə xanım, qaynar ürəkdən xəttimizi xatırladım. 051 489 47 37 bizim qaynar xəttimizdir. Yenə itənlər var, tapılanlar var. Yəni söhbət sənədlərdən gedir. Hə, görsən nə qədərdir. İtən əşyalardan demişkən bizə bir çanta gətiriblər. Çanta gətiriblər. Bu müəlliməyə xas olan çantadır. Əvvəla bu sənədi tapmasaydıq elə bilinəcəkdi. Niyə? O qədər qələm var ki burada. O qədər qələm var ki, xahiş edirəm bunları göstərin. Çünki normalda insanın bir qələm ola bilər çantasında, iki və yaxud da heç olmaz. Maşallah, rəngbərək bu ikiləri yazan qələmdir, ikiləri yazan qələmdir. O bu kimsə beşləri uşağı var yəqin. Hə, yox, müəllimədir. Niyə? Çünki burada müəllimədir. var sənədi. Xanım, diqqətli olun, Bakı Texniki Kolleci. Kimya müəlliməsidir. H2 SO4. Mendeleyev cədvəli. Bəli, Əhmədova Nailə. Əhmədova Nailə xanım, sizin çantanız bizdədir. Çünki burada sizin sosial sığorta kartınız var. Pul yoxdur xanım, çünki bizə də təqdim elə. Pulları Allah bilir götürüblər, bəlkə də heç yox idi. Kartlar var müəyyən qədər burada sosial sığorta kartınız. Bir daha deyim, Bakı Texniki Kollecində kimya müəlliməsidir. Xanım Əhmədova Nailə. Gəlib çantanızı götürə bilərsiniz gündəlik verilişində. Deməli belə... Maşallah, nə qədər nömrə var burada. Nömrələr, ürəyiniz hansını istəyir? Telefon nömrəsi Seç yoxdur. götür, seç götür. İradə, bax, Türkiyədə də işləyə bilər. Baxma, biz düzəldərik. O nə var ki, əlimizdə deyil. Ürəyin hansını istəyir, seç, apar Başda. Türkiyəyə. Burada kaşlok görəm, mən ona baxa bilərəm. Kaşloka bax, buyur. Mən onu alım. Bilmirəm, işində nə var, burada da var. Zeynalova Elnarə, Amma Zeynal sən- qızı. Aslında üzün ürəyində oxu. Hə, yaxşı. Ürəyində oxu. Onsuz da özüm də baxdım, nə məsələ idi o. Pardon, Nə Başa məsələdir? Mən düşmədim. səndən soruşmaq Siz sual istəyirəm verin, ki, mən cavablandırım. Nəyi da. özüvə bax belə yaraşdırmırsan, nəyi özüvə belə sıxışdırmırsan? Nəyi? Nə bilim. Özüvə deyirsən ki, mən bunu özümə yaraşdırmıram. Ayıb olar mənə. Bax, Yaraşdırmadığım çox şeylər var, amma Məsələn? məsəl üçün başından böyük danışmağı, məsəl üçün hörmətsizlik eləməyi, məsəl üçün paxıllıq eləməyi, kin saxlamağı. Hə. Ondan sonra bir çox şeylər var. Amma Yox, kini amma 100% qaldı ki, Kini saxlayır, bəlkə də hə, kimlənsə, bilmir. yox, mən kin saxlamıram. Çünki kin Amma insanı küsülü yer olduğun bitirir. insanlar var sənət aləmində. Mənim ümumiyyətlə küsülü olduğum heç kim yoxdur. Heç Sadəcə kim olaraq belə deyərək, belə İnciklik deyim də, var. artıq tanımadığım insan var ki, məsələn, mənim ona münasibətim yoxdur, amma küsülü deyiləm. Yəni küsülü Tanımırsan. Yəni amma çox Mən tanınmış sizə bir söz deyim, sadəcə tanımırsan. küsülü olmağın əlamətləri var da. Hə. Görəndə salam vermərsən, üzvü çevirərsən və Aha. yaxud indi də halını alıb, məsələn, məclislərdə, toylarda deyərsən ki, oradadsa mən ora gəlmirəm və yaxud mənim heç kimdən belə bir küsülülüyüm yoxdur, belə bir kaprizim, belə bir... İlişki Türkiyədə də belədir. Amma var münasibətlər Hə. var ki, məsəl üçün Bundan da olub, betərdir. nə vaxtsa Betərdirlər, pozulub. elə? İndi Aha. onu bugün gündəmə gətirib danışmağın mənə elə gəlir, mənası olmaz. Ona görə ki, biz sənət insanıyıq. İncəsənət insanı hər zaman səmimi, təvazükar olmalıdır, səmimi olmalıdır. Təbii ki, hər bir insanla yaxşı münasibətdə olmaq da olmur. Bir insanı hamı sevə də bilməz. Amma iki nəfərin arasında olan məsələ o iki nəfərin özünə aiddir. Çözülürsə çözülür, qalırsa qalır. Allah hamının canını sağ eləsin. Mən bütün həmkarlarıma gözəl günlər, gözəl uğurlar arzu edirəm. Sadəcə olaraq sıxışdırmadığım, çox sağ olun, təşəkkür edirəm. Çox şeylər var, özümə aid eləyirəm. Onu mən kiməsə söz atım, kiməsə söz deyim. İnsan sənin birinci mədəniyyətində özü-özündə deyil, səhv yox, sənin axtarmalıdır. tərbiyənə Nəinki aid öz deyil, bəli. qarşındakında. Yəni hamını mən çox istəyirəm. Allah bilir ürəkləri. Allah hamıdan razı olsun. Çox sağ olun. Gözlərimi süzə-süzə dedin ha o sözləri. Gözlərimi belə. Dil dedi, amma gözlərin əksini dedi. Reklamlara bax. Azər Axşam niyə özünü xoşbəxt hesab etmir? Aktyor hansı obrazı oynamağın həsrəti ilə yaşayır? Bugün gündəlikdə biləcəksiniz. Ay maşallah, bir Nuray instrumental qrupunu alqışlayaq. Hə, çox gözəldir. Yəni bilirsiniz niyə gözəldir deyirəm. Ritmi yaxşı tutur və məni darıxmağa qoymur. Məsələn, elə qruplar var ki, gəlirlər bura, elə ancaq öz müğənnilərini müşahidə edirlər. Onda da mətanət hissənir.
Hirslənirəm, deyirəm, nə oldu? İf eləyin də. Hə, Mətiş hirslənir, hə, Mətiş hirslənir. Azər axşam hələ gəlib çıxmayıb. Yəqin tıxacdadır, həmişəki kimi. Pilləkənlərdən çıxınca, nəfəsini dərincə, mən bir qonağımı çağıracağım. Bir dəfə də olub o insan mənim qonağım. Çox pozitiv və çox maraqlı. Çox maraqlı insandır. Nə danışacaq, nə eləyəcək? Bax, indi biləcəyik. Kimdir gələn qonağım? Aha, deyəsən. Deyəsən, Babək müəllim gələcək, Bayramov. NLP, yəni neyrolingvistik psixologiya ustadı. Əməlli başlı ustaddır. Qarşılayaq qonağımızı, qarşılayaq. Hoş gəldiniz. Nur saçırsınız Mətanət xanım. Nə edirəm? 1 milyard dollar kimi cazibədərsiniz. Sizi və qonaqları salamlayıram. Bütün xalqımızı salamlayıram. Evdə hazırlaşıb Hər kəs gəlmişdiniz. bayram havasındadır 2015-ci ildə. Hər kəsə bol-bol uğurlar və gözəl həyat, səadət Babək müəllim. O mənim haqqımda dediyiniz var idi. Onu evdə hazırlaşıb gəlmişdiniz. Ürəyimdən gəldi. Ürəyinizdən Tam gəldi. səmimiyyəti ilə. Çünki siz həqiqətən də ekranların yaraşığısınız. Eləmi? Günəş kimi parlayırsınız. Hər zaman ürəyimizdəsiniz. Mən boyda günəş olar. Siz beynin mexanizmini yaxşı bilirsiniz. Bilirsiniz necə düşünmək, nə düşünməkdən daha önəmlidir. Gəlin. Aha. Siz Eltona baxanda bilərsiniz kim nə düşünür, Harda əyləşirlər? kimin haqqında düşünür. Əyləşin ürəyiniz Ürəkləri harda Allah bilir, istəyir, amma qardaş, harda. yəni xoş gördük Babək müəllim, yəqin ki, çox Bax, şeylərdən Babək müəllimə yalan xəbərdardır. sata bilmər ya. Bax. Yalanı ümumiyyətlə necə satmaq Aha. olur? Bax, doğru yalan yalan danışa yoxdur. bilmər ya. Çünki insanı rengen kimi oxuyur ki, nədir, necədir. O da məndən başlasın. Əslində bu insanı oxumaq hər birimizdə var. Biri sizə qeyri-səmimi olduqda siz onu hiss edirsiniz. mən bilirəm. Nədən olduğunu bilməsəz də bilirsiniz. Ancaq bunun müəyyən sifət mimikasına, göz hərəkətlərinə, əl hərəkətlərinə, davranışa, oturuş tərzinə, Mənim səs sifətim tonuna. çönür, Babək müəllim. O diqqətlə. dəqiqə sifətim çönür. Sifətiniz çöndükdə o artıq bilinir. Bu bir Aha. mesajdır. Siz danışmasanız da sizin bədəniniz danışacaq, mütləq mesajlar verəcək. Və özünüz haqqında. Bədən danışır. Hə, əslində bədən danışmalıdır da. Əlbəttə ki, insan danışmasa da, hətta görməmisinizsə onun haqqında bir fikir formalaşır, deyilmi? O fikir hardan formalaşır? Hiss edir. İlk 7 saniyə qanunu var da, insan insanla qarşılaşanda bioloji bir varlıq kimi, yəni heyvanlar kimi, mən onu yeyəcəm, yoxsa o məni yeyəcək. Belə bir vəziyyətə girir. Elə deyilmi? Və o anda artıq bir avtomatik qərar verir. Bir adamı görürsünüz, Google-da necə search verirsiniz, orada axtarış gedir. Axtarış. Aha, bu bizim Akifdir ki, heç onu tanımırsınız. Akifi qarşı necə münasibət göstərirsinizsə, ona da eyni münasibəti göstərmiş olacaqsınız. Bilirsiniz, eyni anda insanın beynində belə bir şey gəlir. Gözün onu tutur ya tutmur. Əgər gözünüz onu tutmadısa, ondan sonra beyin onda nə edəcək? Nöqsanlar axtaracaq və mütləq də tapacaq. Siz gözünüz tutmadığınız insanı nə edirsiniz? Gözüm tutmadığı insanı, yəni ki, araşdırıram. Təbii ki, bunun araşdırma nəticəsində ortaya çıxardırıq. Bilirsiniz necədir? Və uzaqlaşırsınız o insandan. Yo, əslində Daha da əgər yaxınlaşırsınız. bu işi bilirsə, o insana hansı tərəfdən yaxınlaşmaq lazımdır, onun sirlərini bilir əslində. Bilirsiniz necədir? Beyni Bütün açar sizin əlinizdədir. O beyni necə işlətməyi bildikdən sonra artıq o insan haqqında hansı reaksiyanı verəcəyini artıq ona qərar verirsən. Duyğusal həssaslıqdan biz burada söhbət edirik. Qərar verməmişdən öncə kiçik bir araşdırma avtomatik olaraq aparılır və doğru suallarla, doğru yola çıxaraq o insan haqqında daha çox məlumat əldə olunur. Sadəcə sözləri ilə deyil, bədəni ilə də. Eyni zamanda bir şey deyim sizə ki, tutam ki, keyfsiz bir halda insandan soruşsaz ki, vəziyyət necədir? Yaxşıdır deyə bilər. Amma bədən deyir ki, məndə yaxşılıqdan əsər əlamət yoxdur. Yəni ki, biz bunu bəzən qeyri-şuuri səviyyədə də bilirik. Amma professional səviyyədə bilsəniz daha yaxşı. Olur ki, məsəl üçün insan görürsən ki, qızdırması qalxıb, öskürür, xəstədir belə. Yaxşısan, mən necə yaxşı ola bilərəm? Amma xəstəyəm, necə yaxşı ola Onlar bilərəm? bilmək üçün belə də böyük bir, necə deyim, istedad sahibi olmaq lazım deyil. Hissiyatlı insanların çoxunu hiss Hissiyatı, edir. Ünsiyyətdə olduğumuz insanlar görüşən zaman neysə keyfin yoxdur. Bəli. Ən çox da həssas insanlar onu tez bildirir. Səmimi insanlar onun üzündə yazılır hər bir şey. Amma daxilən çox taktik, belə deyək də, üzr istəyirəm,
daha çok böyle biz insanlar onu bildirmir. Onlar daha çok soyuqqanlı olurlar və heç nəyi bildirmirlər. Ama səmimi insanın üzündə yazılır hər bir şey. Bugün bizim İriçka, Elton ve Babək müəllim sənətdə bu kreativlik, bak bundan danışacağıq. Ona göre Babək müəllimin burada rolu böyükdür. Yenə də dedim ha, baxın ha, yalan danışmayın ha. Bax heç nə. Fonda Babək müəllimlə danışanda ilk deyəsə Üzeyir Hacıbəyevdən getdi, hə? Yox, bu mahnı bu yox. Şərikli Çörək filmində Bu yox, uşaqlıq mahnısı da əvvəldən elə bir arşım alalan deyirəm Üzeyir Hacıbəyevdir, mənim qulağım. Bayaq getdi. Mən bildim bu mahnını deyirsən. Mən yanılmıram, mən yanılmıram. Və dünən bizim verilişimizdə bizim ənənəmizdir, xatırlatmamız olacaq. Dünən xalq artisti adına layiq görülən insanları dəvət etdi. Hansı ki, gözəl gitara ifaçımız Rəmiş və gözəl xanəndəmiz bizim Könül xanım Xasiyeva. Ay, söktü burada, söktü. Gəlin baxaq. Çox fəxrlə deyirəm. Qarşılayaq Respublikanın xalq artisti. İkinci bir gitar, inciməsin ha gitara ifaçıları. İkinci bir gitara ifaçısı mənim üçün yoxdur. Bu gitara aləmində yaxşı ifaçılarımız var. Amma Rəmişdən olmayacaq. Qarşılayaq. Səndən alıram ilham nəğməm, sən şeirimsən. Baş əyirəm qarşında səsdəgahım pirimsən. Muğamatın ucalıb dünyaya səs salıbdır. Yaşa mehriban xanım, muğamın inkişafı adınla bağlanıbdır. Artisti. Bu insanı görəndə istər-istəməz adamın əvvəla iştahı qalxır, istəyirsən nəsə yiyəsən, adam istəyir şirniyyat yesin, özdə yemək də yox və da gəl. Ay, belə xoş gəlmişsən. Dünən bir balaca qızımızın deməli doğum akta şəhadətnaməsi itmişdi. Babayeva Nəzirin Səttar qızı. Nəzirini görəndə lap ürəyim getdi. Gəlsin görüm. Maşallah! Bir yaxşı bir musiqi çalın. Niyə belə oturmuşsunuz? Operator göstərsin bu gözəl balaları. Maşallah. Öpəcəm. Bu belə. Bunu lap dişləyəcəm. Maşallah, yaxşı qidalanırıq. Hələ fikirləşirdik ki, görürsən o televizora bizi yerləşmişik, yoxsa? Mən, niyə yerləşmirsiniz ki? Nə olub? Bir göstərək, belə dayanaq görək. Maşallah. Mən neçə ildir yerləşirəm, nə oldu? Hatırlayam